birgə öyrənmə və yoldaş qiymətləndirilməsi var. Hansı ki, bir də bu yoldaş qiymətləndirilməsi akvarium iş üsulunda var. Akvarium. İndi keçəndə orada da görəcəksiniz. Akvarium və karuseldə oxşar cəhət yoldaş qiymətləndirilməsində istifadə edilməsidir bu üsulların. Birgə öyrənməni yoldaş qiymətləndirilməsini təmin edir və bütün şagirdləri aktiv saxlamağa, dərsə cəlb etməyə xidmət edir karusel iş üsulu. Necə tətbiq etməliyik biz bunu? Baxın, şagirdlər qruplara bölünür. Sonra tapşırıq verilir şagirdlərə. Tapşırıqlar da hər qrup tərəfindən yerinə yetirildikcə iş vərəqləri digər qruplara ötürülür. Digər qruplar da nə edir? Yoldaşlarının işini qiymətləndirir. Yəni bu qrupun işini digəri qiymətləndirir, sonra ötürür digər qrupa. Ehtiyac varsa digəri də əlavələr edir. Necə qiymətləndirirlər? Məsələn, baxırlar yoldaşların işinə. Ehtiyac varsa ora əlavələr edirlər. Əgər nəsə bir səhv ediblərsə, o səhvləri düzəldirlər. Ehtiyac yoxdursa, ötürürlər digər qrupa. Bu şəkildə qruplar arasında nə olur? Həmin o iş vərəqi dövr elədiyinə görə adlanır karusel iş üsulu. Bəli, buna görə də karusel adlanır, iş vərəqləri karusel kimi ötürülür. Şagirdlərdə formalaşdırır məntiqi, tənqidi təfəkkür, müstəqil düşünmə, ünsiyyət bacarıqları, əməkdaşlıq və s. Çünki qruplarla keçirilir. Baxın, karusel qruplarla keçirilən bir üsuldur. Daha çox qrupla keçirilir. Sonra digər iş üsulumuz adlanır BİBÖ. BİBÖ-yə baxaq, sonra müzakirə xəritəsinə. BİBÖ cədvəli. Elə BİBÖ cədvəlinə baxaq. Burada belə bir cədvəl var BİBÖ ilə bağlı. Görürsünüz, açılışı budur BİBÖ-nün. Bilirəm, istəyirəm bilim və öyrəndim. Bilirəm hissəsi nə zaman olur? Dərsin əvvəlində. Düzdür? Dərsin əvvəlində şagirdlər bilirəm hissəsinə bildiklərini yazırlar. Dərs prosesi boyunca istəyirəm bilim, nələri onlara maraqlı gəlirsə, bilmək istəyirlərsə, onları qeyd edirlər. Və dərsin sonunda da öyrəndim. Nələri öyrəndilərsə, onu da yazırlar. Buna görə də biz BİBÖ-yə deyirik ki, BİBÖ iş üsulu həm dərsin əvvəlində, həm də sonunda həyata keçirilir. Bütün dərsi əhatə edir. Bu bilirəm hissəsi hansı qiymətləndirməyə nümunə ola bilər sizcə? Diaqnostik, formativ yoxsa summativ? Diaqnostik, bəli. Bilirəm diaqnostikdir. Yəni biz BİBÖ-dən diaqnostik qiymətləndirmə vasitəsi kimi istifadə bilərik. Düzdür? Bilirəm, nələri bilirəm, yazır şagird. İstəyirəm bilim, öyrəndim. Bu da artıq dərs prosesi olduğuna görə formativ qiymətləndirmə üsuludur həm də. Yəni BİBÖ-dən həm diaqnostik, həm də formativ qiymətləndirmə üsulu kimi istifadə oluna bilər. Həm diaqnostik, həm də formativ. Həmçinin, baxın, bilirəm və öyrəndim arasındakı əlaqə. Nəyi öyrəndim? Necə öyrəndim? Hansı yolla öyrəndim? Hansı strategiyalarla öyrəndim? Bu nəyin suallarıdır? Dərsin hansı mərhələsinin suallarıdır? Refleksiya, bəli. Dərsin refleksiya mərhələsinin suallarıdır. Yəni, BİBÖ-dən həm də biz refleksiya məqsədi ilə də istifadə edə bilərik. Görürsünüz, 3 əsas məqsəd üçün. Diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə və refleksiyada BİBÖ-dən istifadə oluna bilər. Bilirəm, istəyirəm bilim və öyrəndim. Belə, şagirdlərin əvvəlki bilikləri ilə yeni biliklər arasında əlaqə qurur. Onların bildiklərini aktivləşdirir, BİBÖ iş üsulu. Və qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürür onların öyrəndiklərini. Çünki refleksiya üsuludur həm də, refleksiya aparmış oluruq. Belə. Sonra, digər üsul burada müzakirə xəritəsi adlanır. Müzakirə xəritəsi adından məlumdur. Baxın, müzakirə xəritəsində hər hansı bir mövzu verilir və onun ətrafında ideyalar, fikirlər səsləndirilir. Hər hansı mövzu verilir, şagirdlərin bununla bağlı təəssüratları, tənqidi və ya təkliflərini qarşılıqlı fikir mübadiləsi aparırlar. Bu cümləni yadda saxlayın. Deyir, müzakirə xəritəsi şagirddə şəxsi konseptual anlayışını qurmağa, ideyalarını əsaslandırmağa, müzakirəni stimullaşdırmağa kömək edən bir iş üsuludur. Yəni, şagirdlər şəxsi fikirlərini, konseptual anlayışlarını qururlar və ideyalarını da stimullaşdırmış olurlar. Müzakirə xəritəsini həyata keçirmək üçün, baxın, ardıcıllıq belə aparılır. Birinci müəllim şagirdlərə geniş spektrli bir sual təqdim edir. Verilən sual
qısa lakonik olmamalıdır, geniş olmalıdır. İkinci, cavablar və fərziyyələr dinlənilir. Yəni şagirdlərin bununla bağlı cavabları, fərziyyələri. Sonra deyilənlər üçün izah və əsaslandırma istənilir. Bundan sonra dördüncü, alternativ fikir və ideyalara sövq edilir. Yəni yeni ideyalar, fikirlər. Alternativ nədir? Fərqli, yeni ideyalar irəli sürmək, başqa bir yollar axtarmaq. Beşinci, fikirləri əsas mövzuya yönəldən sual verir müəllim. Və altıncı da nə olur? Artıq müzakirənin sonunda əsas məqamlar və deyilən fikirlər ümumiləşdirilib bir daha vurğulanır. Bu şəkildə müzakirə həyata keçirilir. Baxın, bu 6 addımdan ibarətdir və elə bu cədvələ baxsaq, bu müzakirə xəritəsidir. Baxın, müzakirə xəritəsi. Bizə görürsünüz bir əsər adı verilibdir. Qızılgülün adı adlı bir əsər verilib və biz onu bölürük, hissələrə təsnif edirik. Mövzu, din, personajlar və məkan olmaqla böldük. Sonra mövzunu da bölürük, tarix, fəlsəfə, dedektiv. Sonra bunları da ayrı-ayrı hissələrə bölürük. Görürsünüz, geniş şəkildə bir xəritə qurmuşuq sanki burada, müzakirə xəritəsi. Həmin mövzunun müzakirə xəritəsini qurmuş oluruq. Başa düşdünüz? Bu şəkildə həyata keçirilir müzakirə xəritəsi, iş üsulu. Sonra gəlir akvarium. Akvarium bayaq harda dedim sizə? Bibodə yoxsa karusel iş üsulunda, düzdür? Karuseldə nə ilə oxşar idi? Qruplarla həm də nə qiymətləndirilməsi? Yoldaş qiymətləndirməsi. Bəli, bir-birinin qiymətləndirmələri, yoldaş qiymətləndirməsində istifadə olunur. Akvariumda iki qrup olur. Baxın, xarici dairə, daxili dairə. Yəni xarici qrup və daxili qrup. Bunlar daxili qrupdur. Burada nə edirlər daxili qrup sizcə? Nəyə oxşuyurlar? Müzakirə edirlər, düzdür? Müzakirə edirlər burada. Xaricdəkilər bəs nə edirlər? Onları müşahidə edirlər, bəli. Daxili qrup, yəni müzakirəçi, xarici qrup isə müşahidəçi qrupdur. Daxili qrup verilən mövzunu, problemi müzakirə edir, xarici qrup isə onları müşahidə edib nə edir? Dəyərləndirir, qiymətləndirir. Bəli, yoldaşların əməkdaşlığını qiymətləndirə bilərlər. Bir-biri ilə ünsiyyətini, problem həll etməsini, bir-birinə yardım etməsini və s. kimi bacarıqlarını qiymətləndirirlər. Sonra biz qrupların tərkibini dəyişə bilərik. Daxili qruplardan bir neçə şagird xaricə, xaricdən də daxilə göndərə bilərik. Və hətta biz bu üsulu fərqli şəkildə də tətbiq edə bilərik. Ümumiyyətlə bu üsullar var, verilən üsullar. Bu o demək deyil ki, biz ancaq elə buradakı kimi tətbiq etməliyik mütləq. Yox, biz özümüz onu fərqli şəkildə də həyata keçirə bilərik. Özümüz üçün başqa bir üsul da yarada bilərik. Yəni üsul, metod, biz özümüz də öz metodumuzu yaradıb istifadə edə bilərik. Amma əsas odur ki, fərqli və maraqlı metodlar olsun. Akvariumda bu cür həyata keçirilir. Belə. Sonra gəlir növbəti iş üsulumuz insident üzərində iş. Baxın, insident. Nədir insident? İngilis dilində tərcümə eləsək, hər hansı bir hadisə, düzdür, insident, hadisə kimi səsləndirə bilərik. Yəni, hər hansı bir real, həyati hadisə verilir. Baxın, bunu yadda saxlayın. Real həyati hadisə verilir şagirdlərə. Onlar da bu real həyati hadisə üzərində çalışıb problemi həll edəcəklər. Yəni, problemi həll etmə bacarıqları burada şagirdlərdə inkişaf edir. Şagirdlər real həyata tapşırıq verilir və onlarda çıxış yolu tapırlar. Misal üçün, biz real bir hadisə nə götürüb təqdim edə bilərik şagirdlərə? Məsələn, zəlzələ. Real hadisədə baş verə bilər, düzdür? Zəlzələ baş verərkən nə etmək lazımdır? Nə etmək lazımdır? Hə? Nə edərsiniz zəlzələ baş verir? Zəlzələ baş verir. Görürsünüz, sirkələnir içəri. Nə edərsiniz? Stolun altına girəcəksiniz. Küncünə qaçıb gedirsiniz. Və ya yanğın hadisəsi baş verib. Düşünün ki, oturmuşsunuz, yanğın baş verib. Yansın bura. Belə və yaxud da sel daşqın baş verib nə etmək olar? Yəni, real bir hadisə veririk. Şagirdlər kiçik qruplar formalaşdırıb bunu həll etməyə çalışırlar. Düzdür? Bu olur insident üzərində iş. Real həyata hadisə üzərində iş. Onları real həyata hazırlayırıq. Məntiqi, tənqidi təfəkkürləri, əsaslandırma bacarıqları və s. inkişaf edir. Sonra 3-2-1 üsulu.
Bu üsulu da biz harda keçdik? Biz bu üsulu refleksiya mərhələsində keçmişik. Düzdür? Deyin keçməmişəm. Keçmişəm də, hə? Keçmişəm, bəli. Bu üsul şagirdlərin mövzu barəsində anlama bacarığını və maraqlarını ölçməyə imkan verir. Yəni şagirdlər mövzunu nə dərəcədə anlayıb və onların hansı marağına səbəb olubdur. Baxın, bu cür həyata keçirilir də. Bu cədvəldə olduğu kimi. Bəli. Deyir, 3 öyrəndiyini yaz. Düzdür? 3 öyrəndiyini yazır. 2 dənə sənə maraqlı gələn məqamı qeyd et və bir dənə də sənə qaranlıq qalan sualını yaz. 3 öyrəndiyini, 2 maraqlı gələn, bir dənə də qaranlıq qalan sual. Misal üçün, bugün 3 dənə nə öyrənmişsiniz? Dərsimizdə. Deyin görün, birin. Akvarium iş üsulu haqqında məlumat öyrəndi. Sonra Bibo haqqında məlumat öyrəndi. Sonra karusel haqqında da öyrəndiniz. Hə, sizə maraqlı gələn 2 məqam deyin, yazın. Nə maraqlı gəldi sizə? Oxşarlığı sizə maraqlı gəldi. Tanış onların oxşarlığı. Başqa nə maraqlı gəldi sizə? Nə maraqsız adamsınız? Heç nə maraqlı gəlmədi. Başqa heç nə maraqlı gəlmədi. Zəlzələdən danışmağımız maraqlı gəldi. Hər şey. Bəs bir ağzınızda nəsə bir sual qalıb? Yaxşı, belə. Bu 3-2-1 üsuludur. Bu cür tətbiq edilir. Sonra gəlir insert metodu. Insert metodu isə effektiv qeyd etmə və işarələr sistemi. Baxın, bu sözü yadda saxlayın. İşarələr sistemi. Düzdür? Bu söz yadınızda qalsın. Qeyd etmə işarələr sözü ilə siz bunu testlərdə rahatlıqla tapacaqsınız. Niyə işarələr sistemi adlanır? Niyə qeyd etmə sistemi adlanır? Baxın, birinci müəllim deyir, yeni dərsi oxumazdan əvvəl müəllim şagirdləri cütlərə ayırır. 5 dəqiqə ərzində şagirdlərdən mövzu ilə əlaqədar bildiklərini yazmağı xahiş edir. Müəllim bildirir, ola bilər ki, sizin yazdığınız dəqiq olmasın. Buna bir o qədər də fikir verməyin. Çünki dərsin gedişi zamanı biz onlara düzəlişlər edəcəyik. Şagirdlər də bildiklərini alt-alta siyahı şəklində yazırlar. Sonra müəllim mətn paylayır və oxutdurur həmin o mətni uşaqlara. Şagirdlərə oxuduqca səhifələrin kənarında işarələr qoymaq tapşırılır. İşarələr aşağıdakı kimi olmalıdır. Baxın, əgər şagirdin, yəni o dərsin əvvəldə müəllim demişdi, yazın öz bildiklərinizi. O bildiyi ilə, yazdığı ilə, indi mətndə oxuduğu əgər üst-üstə düşərsə, yəni bir-birini təsdiq edərsə, o zaman nə edirik? V işarəsi qoyuruq onun qarşısına. Əgər oxuduğu informasiya əvvəl bildiyini inkar eləyərsə, o zaman onun qarşısına nə edir? Minus işarəsi qoyur, çıxaq. Əgər rast gəldiyi informasiya onun üçün təzədirsə, plus işarəsi qoyur. Haqqında yeni məlumat əldə etmək istəyirsə, nəsə bir maraqlı gəlibsə, ona da sual işarəsi qoyur. Bu şəkildə, yəni bu işarələri görsəz harda, bilin ki, söhbət nədən gedir? Insert metodundan, işarələr sistemindən gedir. Belə. Insert metodu da bu cür həyata keçirilir. Şagirdlərdə qeyd götürmə, tənqidi təfəkkür bacarıqlarını inkişaf etdirən bir metoddur. Sonra 4M1KH metodu. Bunu biz harda keçmişdik? Yadınıza gəlirmi? Hə, tənqidi təfəkkür iş üsulunda, yaradıcı təfəkkürdə keçmişdik. Bu üsul təfəkkürün növlərini inkişaf etdirir. 3N dediyiniz qızıl dairə üsuludur. O fərqli üsuldur. Amma oxşar tərəfləri var onunla bunun. Bəli, hər ikisi layihənin hazırlanmasında istifadə edilir. Hər ikisində suallardan istifadə olunur. Sadəcə orada 3 sual var idi. Hansılar idi? Nə, niyə, necə sualları. Burada amma 6 sual var. Burada kim, harada artıqdır oradan. Nə, niyə, necə, nə zaman, bir də kim, harada sualları var. 3 sual oradakından artıqdır. Kipling modeli kimi tanınır dünyada və məşhur bir üsuldur. Bunu biz təkcə layihə hazırlanmasında yox, dünyada həm də jurnalistikada istifadə olunur bu metoddan, təqdimatlarda, kriminologiyada və s. kimi sahələrdə istifadə olunur. Belə, əsas məqsədi nədir? Baxın, bu metod suallar texnikası adlanır. Qızıl dairə amma demişdik, nə texnikası adlanır? Ünsiyyət texnikası adlanırdı. Bu isə suallar. Bu suallar hər hansı bir işlə bağlı olaraq məlumat toplamaq məqsədilə istifadə olunur.
Vəziyyətə uyğun olaraq suallar təqdim edirik. Baxın buradakı kimi. Misal üçün, layihə hazırlamaq tapşırmışıq uşaqlara, düzdür? Bu zaman bu suallar ətrafında birinci nə edirik? Müşahidə aparırıq, müzakirə aparırıq. Buradakı kim sualı nəyi bildirir? Bu layihədə cavabdeh şəxs kimdir? Yəni, kim sualı, kim cavabdehdir onu göstərir. Layihəni kim icra edəcək? Kimdir cavabdeh? Nə sualı bəs nəyi göstərir? Layihənin mövzusunu. Layihənin mövzusu nədir? Hansı mövzu üzərindən layihə həyata keçiriləcək? Nə vaxt sualı, nə qədər çəkəcək layihə, hansı zamanda başlayıb, hansı zamanda bitəcək onu göstərir. Harada sualı, layihənin harada təşkil olunacağını göstərir. Yəni, layihə harada tətbiq olunacaq, hansı əraziləri əhatə edəcək. Niyə sualı, layihənin məqsədini bildirir, bu layihə niyə həyata keçirilir və necə sualı isə layihənin nəyini bildirir? Necə reallaşdırılacağını, necə planlaşdırılmasını göstərir. Başa düşdünüz? Kim cavabdehdir, nə mövzu nədir, nə vaxt, nə qədər çəkəcək, harada tətbiq olunacaq, niyə layihə, niyə planlaşdırılıb və necə layihə, necə həyata keçiriləcək. Bu şəkildə tətbiq olunur. Simulyasiya və rollu oyunlar adlı bir iş üsulu var burada. Bu iki üsulun oxşar cəhəti var. Oxşar cəhət odur ki, ikisində də şagirdlər rola girirlər. Bu ikisində də oxşardır. Amma fərqlilikləri də var. Eyniləşdirə bilmərik onları. Baxın, rollu oyun sadəcə kiminsə roluna girmək, onu canlandırmaqdır. Məsələn, mən şagirdə belə bir tapşırıq verirəm. Deyirəm ki, sən, məsələn, Nadir Şah Əfşarın rolunu canlandır. Sən sadəcə Nadir Şahı canlandırırsan, düzdür? Səhnələşdirirsən. Nadir Şahın o dövrdə atdığı addımları, bağladığı müqavilələri, döyüşləri və s. Bu rollu oyundur sadəcə, səhnələşdirmə. Amma simulyasiyada biraz fərqli olur. Müəllim deyir, sən Nadir Şah Əfşar olsaydın, sən Nadir Şah olaraq, yəni onun yerində hansı qərarları verərdin, hansı addımları atardın, hansı müqavilə imzalayardın. Yəni sən bir sözlə özünü onun yerinə qoyursan, bu şəkildə onu canlandırırsan. Özün olaraq canlandırırsan da, yəni özün Nadir Şahın yerinə qoyursan. Mən şah olsaydım, bunu edərdim. Baxın, rollu oyun təqlid eləməkdir, yamsılamaqdır başqasını sadəcə. Amma simulyasiya həm də imitasiya eləməkdir. Özünküləşdirməkdir imitasiya, simulyasiya. Dəyərləndirirsən sanki simulyasiyada. Öz mövqeyindən dəyərləndirirsən. Amma rollu oyunda təhlil edirsən sadəcə. Başqasını canlandırırsan. Belə, bu bunların fərqidir. Bir də təlim simulyasiyası var, müəllimlər. Təlim simulyasiyası nədir? Bu isə bizim bildiyimiz müəllim-şagird roludur. Məsələn, müəllim deyir ki, şagirdə, sən müəllim kimi gəl, yoldaşlarına mövzunu izah elə, onları sual-cavab elə, tapşırıqlarını yoxla. Bu təlim simulyasiyası adlanır. Bəzən şagirdlərin xoşuna gələrək müəllim rolunda çıxış eləsinlər. Ona görə də bəzən müəllim şərait yaradır ki, onlar da müəllim rolunda çıxış eləsin. Belə. Sonra burada var düşün, cütləş, bölüş, paylaş iş üsulu. İki dənə üsul var burada. Bunların ikisini də elə birlikdə deyəcəm sizə. Biri düşün, cütləş, bölüş, paylaşdır. Digəri də qar topu texnikasıdır. Qar topu. Qar topunda da bu texnikadan istifadə olunur. Gedişat eynidir demək olar ki. Düşün, cütləş, bölüş, paylaş. Bu iki üsulu digərlərindən fərqləndirən əsas cəhət odur ki, bunların daxilində 4 iş formasının 4-ündən də istifadə bilərik. Yəni, məsələn, deyək, Sinkveyin daha çox fərdi keçirilirdi, qərarlar ağacı daha çox qrupla keçirilirdi, karusel daha çox qrupla keçirilirdi, Fryer modeli daha çox fərdi keçirilirdi. Amma bu üsullarda 4 iş formasının 4-ündən də həm fərdi, həm cütlərlə, həm qruplarla, həm də bütün siniflə iş formalarına istifadə edilə bilər. Niyə? Baxın, düşün. Müəllim birinci, bəli, şərait yaradır ki, uşaqlar neynəsinlər? Müəyyən bir zaman ərzində fərdi şəkildə düşünsünlər. 5 dəqiqə, 3 dəqiqə vaxt verəcək onlara. Sonra cütləş, yəni cütlər şəklində 2 şagird birləşəcək burada. İndi həmin problemi cütlər şəklində bir yerdə həll edəcəklər. Sonra bölüş, burada artıq qruplara böləcək müəllim şagirdləri. Yəni, məsələn, o həmin cütləşən 2 şagirdləri birləşdirəcək 2-2 qrup yaradacaq 4 nəfərlik. Sonra da o qrupları nə edəcək? Bütün sinifi açacaq. Yəni, deyəcək uşaqlar, indi də
öz fikirlərinizi bütün siniflə bölüşün. Düşün, cütləş, bölüş və paylaş. Bu formada 4 iş formasının 4-ündən də bir dərsdə istifadə olunur. Niyə digər üsul qartopu texnikası adlanır? Çünki görürsünüz, qar yağanda qartopu necə yaranır? Dənəciklər düşür üst-üstə, qartopu yaranır, düzdür? Burada da şagirdlər birinci fərdi başlayırlar işə, sonra cütlərlə, qrupla, bütün siniflə. Yəni hamısı nə olur? Yığışır bir yerə, qartopu kimi bir yerə toplanırlar. Buna görə qartopu adlanır. Adı buradan götürülür yəni. Qartopu texnikası. Həm introvert, həm də ekstravert şəxsiyyətlər üçün uyğun bir iş üsuludur. Yəni təkliyi sevən uşaqlar da burada cəlb olunur, qrupla işləməyi sevən uşaqlar da, ekstravertlər. Belə. Sonra bizim növbəti iş üsulumuz gəlir burada. Mən kiməm iş üsulu deyəsən. Yox. Sinif küncləri. Hə. Sinif küncləri nədir? Baxın. Bu da dərsi daha aktiv qurmaq üçün bir metoddur. Sinif küncləri. İnteraktiv edir, əyləncəli edir şagirdlər üçün. Müəllim sinifin 3 küncünə lövhə yapışdırır. Hər bir lövhəyə yazır. Birinə yazır razıyam, birinə yazır razı deyiləm, birinə də yazır əmin deyiləm sözlərini və şagirdlərə müəyyən bir tapşırıq verir, cavabını da təqdim edir məsələni və şagirdlərə deyir, bununla razısınızmı, razı deyilsiniz və yaxud da əmin deyilsiniz. Razı olanlar keçəcək sinifin razı olan tərəfinə, razı olmayanlar digər tərəfinə, əmin olmayanlar da digər tərəfinə keçəcəklər. Nəticədə burada nə olacaq? Qruplar yaranacaq, razılar bir qrupda, digərləri də bir qrupda. Sonra da müəllim şagirdlərə deyəcək ki, indi neyin? Fikirlərinizi əsaslandırın. Niyə razısınız, niyə razı deyilsiniz və ya niyə əmin deyilsiniz? Bu şəkildə şagirdlər fikirlərini əsaslandıracaqlar. Bu da ona görə adlanır sinif küncləri üsulu. Belə, aktiv saxlayır şagirdləri. Sinifin 3 küncünə bu sözlər yazılır və dediyim kimi fəaliyyət həyata keçirilir. Və sinif küncləri üsulunun daxilində də düşün, cütləş, paylaş üsulundan da istifadə edilə bilər. Texnikasından istifadə oluna bilər. Burada başqa üsul varmı? Qartopu dedik. Mən kiməm üsulu? Mən kiməm? Bu üsulda əsasən ədəbiyyatçılar, tarixçilər, yazıçılar, alimlər, şəxsiyyətlər bunları tanımağa xidmət edən bir üsuldur. Müəllim şagirdlərdən birini çağırır lövhənin qarşısına və onun alnına bir kağız yapışdırır. Bu kağızın üzərində müəyyən bir şəxsin adını yazıb təbii ki və ya nəsə bir ad yazıb da. Amma şagird təbii ki bilmir kimin adının yazıldığını alnına. Sönür sinifə tərəf və sual verir. Mən kiməm deyə sual verir. Yoldaşlarının yalnız bir cavab vermə haqqı var. Ya hə deyəcəklər ya da yox. Məsələn deyəcək ki, mən tarixçiyəm, deyəcəklər yox. Mən kimyaçıyam, deyəcəklər yox. Mən fizikəm, yox. Mən riyaziyyatçıyam, yox. Mən kiməm? Coğrafiyaçıyam, hə. Artıq bildi ki, coğrafiyaçıdır. Sonra başlayacaq coğrafiyaçıların adını çəkməyə, coğrafiyada olan şəxsiyyətləri saymağa. Əgər tapa bilmirsə, onların nə bilim işlərindən saymağa başlayacaq. Nəhayətdə misal üçün deyəcək ki, Kristofor Kolumb, onda yoldaşlar deyəcək ki, hə, artıq biləcək ki, söhbət kimdən gedir? Biləcək ki, Kolumbdan gedir. Bu şəkildə mən kiməm üsulu həyata keçiriləcək. Mənim kəşfim varmı? Mən şairəmmi? Mən fizikəmmi? Baxın, burada da nümunələrini veribdir. Daha sonra debat iş üsulu. Debat da ən çox istifadə olunan üsullardan biridir. Debatda nə olur? Debatda bir qrup fikri irəli sürən tərəf olur, digər qrup isə onu təkzib edən tərəf olur. Qruplarla keçirilir, arqumentlər gətirilməlidir. Mən əgər fikrimi təsdiq edirəmsə, yəni deyirəmsə ki, mən düzəm, o zaman nə etməliyəm? Arqumentlərlə əsaslandırmalıyam fikirlərimi. Əsaslandırılmış fikirlər qəbul ediləcək təbii ki. Bu zaman şagirdlərdə hansı bacarıqlar inkişaf edir? Əməkdaşlıq, ünsiyyət, birlikdə problem həll etmək, qərar qəbul etmək, eyni zamanda natiqlik bacarığı formalaşır onlarda, axı onlar fikirlərini əsaslandırırlar, bəli, düzgün yanaşmalıdırlar, düzgün nitq bacarığına sahib olmalıdırlar və s. Bu kimi bacarıqlar inkişaf edir şagirdlərdə və məntiqi riyazi təfəkkürlü şagirdlər bu üsulu daha çox sevirlər. Tənqidi yanaşmağı sevirlər çünki. Bu şəkildə dediyim kimi həyata keçirilir və şagirdlərdə də bu bacarıqları formalaşdırır. Debat formal və ya qeyri-formal ola bilər. Formal debat odur ki, əvvəlcədən planlaşdırılıbdır.
Yəni müəllim şagirdlərə deyib ki, uşaqlar, filan mövzu üzərindən debatımız olacaq. Onlar da hazırlaşıb təsdiq edici və ya təksib edici arqumentlərini özləri üçün hazır gətiriblər. Amma qeyri-formal debat var ki, burada müəllim əvvəlcədən mövzu vermir şagirdlərə. Adından məlum, qeyri-formal olaraq onlara dərsdə sadəcə mövzu elan edir və deyir ki, uşaqlar, bu mövzu üzrə debat həyata keçiririk. Bu da artıq spontan olaraq həyata keçirilir. Belə. Bir də ən sonuncu üsulumuz. Ən sonuncu üsuldakı Bloom kubu adlanır. Baxın, Bloom kubu niyə Bloom kubu adlanır sizcə? Çünki Benjamin Bloom'un taksonomiyasına uyğun həyata keçirilir. Ona görə Bloom kubu adlanır. Gördüyünüz kimi bu 6 üzlü bildiyimiz kubdur. Və kubun hər üzünə bir ifadə yazılacaq. Birinci təbii ki, burada söhbət nədən gedir? Baxın, adlandır. Bu, idrak taksonomiyasının hansı mərhələsidir? Adlandır. Xatırlamaq. Xatırlamaqdır birinci mərhələ. Sonra izah et. Anlamaq mərhələsidir. Tətbiq et. Tətbiq etmək. Niyə, nə üçün? Təhlil etmək olacaq. Özünü ifadə et. Dəyərləndirmək. Yenisini yarat, yaratmaq mərhələsindən ifadə olunur. Yəni, Bloom kubunda da bu şəkildə. Yəni, bu o demək deyil ki, ancaq belə olmalıdır. Fəaliyyətdən asılı olaraq kubun üzərindəki sözlər dəyişə bilər. Bəli, bu da Bloom kubu iş üsuludur. Belə.